Zilhicce ayının 18-i ki, Peyğəmbər ziyarət elədi qaydanda Qədirxum adlı bir səhrada əziz Peyğəmbərimiz Allahın ona göndərdiyi ayə, ya Rəsulum, sənə nazil olanı çatdır, əgər bunu etməsən, bu risalətin natamamdır. Bütün məzhəblər hamısı yekdilliklə bunu təsdiq eləyirlər ki, Peyğəmbər Qədirxumda neynədir? Risalət, imamət, məhdəviyyət və ilahi sistemin davamı və vəhyin qorunmasıydı. Ki, Peyğəmbər bunu Qədirxum səhrasında cəmaata çatdırdı. Qədirxum hadisəsi dünənə və keçmişə bağlı deyil. Qədirxum hadisəsi yeni bir hadisədir. Qədirxum hadisəsi daim öz aktuallığını qoruyub saxlayan təravətli bir mövzudur. Çünki imamət mövzusudur, ilahi sistem mövzusudur. Və Qədirxum həmişəlik bir mövzudur ki, daim bu haqda danışılmalıdır. Qədirxum haqqında danışmaq, əziz Peyğəmbərimiz buyurur ki, vacibdir. Çünki Allahın istədiyi bir sistemin təməlidir, bünövrəsidir. Çünki dinin zəruri və mühüm məsələsidir Qədirxum hadisəsi.